Salam, hörmətli izləyicilər. Mən bu videoda bu avtomobilin iki vacib detal barədə danışmaq istəyirəm. Burada bu motorda iki dənə belə vacib nəzarət olunmalı detalı var. Bu Yeger klapandır və PCV kartı qazlarının ventilyasiya klapandır. İndi bunlar barədə məlumat vermək istəyirəm. Birinci bu Yeger klapanı, yəni onun əsas funksiyası odur ki, yəni bu ekologiya baxımından yəni fikirləşmiş bir detaldır. Yəni bu ekologiya xidmət eləyir. Yəni maşında motordan çıxan istifadə olmuş qazlar yenidən bu Yeger klapan vasitəsilə yenidən motorun giriş hissəsinə, yəni yanma kamerasına qayıdır və bir daha orada yanaraq, yəni həmin o qazların tərkibində olan zəhərli qazların bir hissəsi yenidən yanaraq, yəni miqdarı azalır və bunlarda sanki yəni maşından çıxan o zəhərli tullantıların miqdarı azalır. Yəni bu sırf yəni ekologiya ilə bağlı bir məsələdir. Yəni maşın iş rejimində yəni elə bir onun aidiyyəti yoxdur. Lakin həmin o klapan çirklənəndə, xarab olanda, göz tutulanda artıq motorda problemlər yaranmağa başlayır. Maşın iş rejimi pozulur və həmin onu bir müddətdən bir yoxlatdırıb təmizləmək lazımdır. Həmin o klapan isə motorun bu hissəsində yerləşir. Çalışacağım sizə göstərim. Burada yəni motorxanada detallar həddindən artıq olduğuna görə bax. Bunun indi hal-hazırda gördüyünüz bu bunun bir hissəsidir. Bunu indi fotoda sizə göstərəcəm. Yəni bunun yeri həmin bu hissədədir. Motorun arxa hissəsində yerləşir. Çalışacağım indi onu bu tərəfdən görüm, mümkünsə göstərim sizə. Yəni buradan da onun bir hissəsi, baxanda bir hissəsi oradan görünür. Yəni əsas onun yeri oradır. İndi bunun öz fotosunu göstərəcəm ki, yəni hansı, necə olur o və bununla bağlı maşın öz təlbat kitabçasında birbaşa yəni bir məlumat yoxdur, lakin internetdə maraqlandım. Yəqin ki, başqa digər maşınlarda da bu var. Sürənlər yəqin bilir ki, bir müddətdən bir bu təmizlənməlidir və internetdə məsləhət görülür ki, onu yəni hardasa 20.000, 30.000-dən bir açıb təmizləmək lazımdır. Yəni təmizlənməyəndə də indi onu da fotosunu sizə təqdim edəcəm ki, hansı vəziyyətə düşür. Tamam, içərisini naqar bağlayır və oradan artıq hansısa bir prosesin getməyinə mane olur. Yəqin ki, bu benzindən də asılıdır, onun çirklənməyin vaxtı, yəni benzindən, yağdan, digər amillərdən asılı, yəni dəqiq demək olmaz ki, nə vaxt dəqiq çirklənir, nə vaxt onu təmizləmək lazımdır. Ancaq 20.000, 30.000 məsləhət görürlər ki, yəni onu açıb təmizləsinlər. Digər bir klapan isə PCV, yəni dediyim kartı qazların ventilyasiya sistemidir. Burada da yəni adətən həmin o klapan burada yəni motorun burada altda motorun xananın qapağı olur. Həmin adətən onun harasa tərəfində olur, həmin o motorun qapağında. Onda burada bir aydın bu modelində biraz bu fərqlidir. Bura hava filtri qoyulduğuna görə motorun qapağı bunun altında qalıb. Mən bunu indi hal-hazırda açıb göstərə bilməm. Yəqin ki, ya burada olar və yaxud da həmin klapan ola bilər ki, motorun hansısa hissəsində olsun. İndi o təlimat kitabçasında onun dəqiq yeri barədə məlumat yoxdur. Yəni sadəcə göstərilib ki, yəni ilk 3500 və yaxud 6 aydan bir və yaxud da növbət dəfələrdə də 5000 hev kilometr və yaxud da 12 aydan bir həmin klapan açılıb təmizlənməlidir. Mən özüm hardasa bir 6000 hev kilometr sürmüşəm.
Lakin belə ustalarla maraqlandım. Deyilənə görə, yəni belə bir qısa müddətdə həmin klapan çirklənmir. Mənim o əvvəlki maşında da, yəni hardasa bir ilk dəfə onu mən 100.000 kilometrdən sonra açıb baxdım. Yəni hassas yerdə idi, özüm də açıb baxırdım və belə bir çirklənmə olmamışdı. Yəni də deyirəm, həmin o klapanda çirklənməyində təsir edən amillər yenə də həmin o benzinin, yağın keyfiyyəti nasıldır? Karter qazlardır, yəni bu maşında, yəni Porsche işləyəndə Porsche qıraqlarına, yəni nə qədər orada kolçalarda kipli olsa da müəyyən qazlar və yaxud da yanmamış benzin karteri keçir, orada motor yağına qarışır, orada belə bir mühit yaranır, karter qazları və onların oradan çıxması üçün belə bir klapan nəzər tutulub ki, yəni onların oradan daim çıxması da yəni, tam açıq vəziyyətdə də qoya bilmirlər ki, yəni daim bütün karter qazlanan bir yerdə motor yağı da uçub gedə bilər. Yəni o klapan vasitəsilə orada belə bir nizamlanma gedir. Klapan onu yəni lazım olanda karter qazlanan miqdarı həddən artıq çox olanda açılır. Müəyyən qədər onu çıxır. Və yaxud da yəni, ehtiyac olmayanda həmin klapan bağlı olur. Və orada hətta belə yağ ayırıcı bir mexanizm də var, belə bir detal var. Karter qazı həmin o detaldan keçəndə yağlar orada süzülür və yəni bütün yağın tüstü vasitəsilə uçub getməməsinin elə bir qarşısı alınır. Yəni indi dediyim kimi mən avtomobili az sürdüyümə görə hələ ki fikirləşirəm, məndə klapanlarda yəqin ki bir problem olmaz. Hələ ki tezdir. Və indi kimsə ola bilər maşın çox sürür, əsasən də taksi sürücülər bu maşını daha çox istismar etdiklərinə görə ola bilər, hətta bir 100.000 kilometr artıq sürənlər də var. Yəni məsləhətdir ki, həmin o dediyim iki klapanın vəziyyətini yoxlasınlar. Yəni əgər bir problem, çirklənmə varsa vaxtında onu təmizləsinlər ki, çünki onlar hər ikisi çirkləndən sonra özlərindən sonra daha başqa bir problemlər yaratmağa başlayırlar. Motorun digər yerlərinə də ziyan vura bilərlər. Bununla bağlı deyəcəyim bu qədər. Sağ olun.